2024 nəşrindən xətti sürət mövzusunda testlərin izahına baxırıq. Test A-nın izahına və B-nin izahına baxmışdıq. Kanalda var. Keçid edib baxa bilərsiniz. İndi isə testlərin izahına baxaq. Radiusu, yəni R 120 metr olan çevri üzrə 30 metr böl saniyə sürətlə, bərabər sürətlə hərəkət edən cisim A. Cisim nə qədər vaxtda A nöqtəsindən K nöqtəsinə gələr? A-dan K-ya 120 dərəcə dönür. Bu 120 dərəcəni radianla ifadə etsək, pi böl 180-də vurmalıyıq. O da eləyəcək 3-2 pi. Məndən T zamanı soruşur. İndi baxın. V-nin belə bir düsturu var. V omega R-ə bərabərdir. Omeganın da yerinə fi bölünsün T yaza bilərəm. Düstur bu şəkil alır. V bərabərdir fi R bölünsün T. Buradan gəlin T-ni tapaq. T-ni tapanda nə edirik? Fi vurulsun R-i V-yə bölürük. Verilənləri qoyaq yerinə. Fi nə qədərdir? 2, pi-nin yerinə 3, bölünsün 3 aşağı düşür. R-in yerinə 120, V-nin yerinə də 30. Gəlin ixtisar aparaq. 3-lər getdi, 30 ilə 120 getdi, burada qaldı 4. İkini də 4-ə böldük, oldu 8 saniyə. Deməli, A-dan K-ya bu cisim 8 saniyə gəlmiş olur. Cavab olur C variantı. Keçək 2-yə. Radiusu 20 desimetr olan çevre üzrə bərabər sürətli hərəkət edən cismin dönmə bucağının zamandan asılılıq qrafiki verilibdir. Xətti sürət soruşur. Baxın, dönmə bucağının 2 olub, başlanğıc, yəni F0 başlanğıc dönmə bucağı 2 olub. 5-ə gəlib, sonra da 8-ə gəlib. 1 və 2 saniyə zaman aralığında da uyğun olaraq. Yəni, biri üçün tapsaq, o digər üçün də tapa bilərik. Buradan omeganı tapa bilərik. Fi-nin dəyişməsini zamana bölərəm. 5-dən çıxaram 2-ni. Zaman hara uyğun gəlir. Baxın 1-ə. Bölərəm 1-ə, cavab eləyər fi. 3. Yəni, mən omeganı tapıram 3 radian böl saniyədə. Məndən xətti sürəti soruşur. Bir də radiusu verir. Radius 20 desimetrdir. O da eləyir 2 metr. Onda xətti sürəti tapanda omega R-lə tapa bilərəm. 3 vur 2. O da eləyəcək 6. B variantı. Baxaq 3-ə. Verilmiş radiusu çevrə üzrə hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılılıq qrafiki verilir. Xətti sürəti modunun zamandan asılılığına baxın. Verilmiş radiusu deyirsə R sabit qalacaq. V-nin yerinə də belə bir düstur yaza bilərik də. Omega R, omeganın yerinə də fi bölünsün T vurulsun R yazaram. R-im sabitdir. Fi ilə T də düz asıdır. T nə qədər artsa, fi də o qədər artmalıdır. Bu zaman V sabit qalacaqdır. Olacaq B variantı. Keçək 4-ə. Deməli, bucaq sürətinin zamandan asılılıq qrafikinə əsasən çevre üzrə hərəkətdə xətti sürəti modunun zamandan asılılığı necə olacaqdır? Baxın, omega T-dən necə asılıdır? Aslı deyil. Onda V-nin yerinə omega R yazsam, R-i sabit saxlayıram, omeganı da dəyişmirəm, onda nə omega dəyişir, nə R dəyişir, onda V də dəyişməyəcək. Olacaq A variantı. Bax 5-ə. Verilmiş radiusu çevrə üzrə bərabər sürətlər ciddən maddi nöqtənin dövrətmə periodu 4 saniyədir. Daha doğrusu 1 saniyədir. Onun dövrətmə periodu 3 saniyə. Birinci 1 saniyədir. İndi onu deyir 3 saniyə artıdım. Birin üstünə 3 gəlir, olur 4. Deməli, neçə dəfə artdı? 4 dəfə artdı. Bu zaman deyir xətti sürət necə dəyişir? Xətti sürətdə verilmiş radiusu dediyinə görə radiusuna olan düsturu var. 2 pi R bölünsün T. Baxın, indi mənim periodum 4 dəfə artdısa, V T ilə necə asılıdır? Tərs asılıdır. Onda avtomatik və 4 dəfə azalacaq. Olacaq B variantı. Baxaq 6-ya. Disk sabit tezliklə O nöqtəsi ətrafında fırladılır. B nöqtəsinin O nöqtəsinə nəzərən sürətinin modulunu hesablayın. Baxın. Sabit tezliklə fırladılır. Aha. Deyir ki, VA-nın mərkəzdən olan radiusu nə qədərdir? A-nın mərkəzdən olan məsafəsi R-dir və sürəti nə qədərdir? 8-dir. İndi OA 2OB-yə bərabərdir. Yəni OB OA-dan 2 dəfə kiçikdir. Onda məsafə nə olacaq? R bölünsün 2 olacaq da. Çünki biz OA-ya R dediksə, OB də OA-dan 2 dəfə kiçik olduğuna görə avtomatik R bölü 2 olacaq. Onda 2 pi R N düsturuna əsasən sabit tezliklə N sabitdir. V R-lə necə asılıdır? Düz asılıdır. Deməli, OB-in radiusu məsafəsi OA-dan 2 dəfə kiçik olduğuna görə V də 2 dəfə kiçik olacaq. Çünki düz asıldılar. Onda A 8-dirsə, B-nin sürəti avtomatik 4 olacaq B variantı. Baxaq 7-yə. Radiusu 1 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edən cismin
Dövrətmə periodu 4 saniyədir. Cisim A nöqtəsindən B nöqtəsinə gələnə qədər, baxın buradan bura gələnə qədər yer dəyişməyə görə orta sürəti tapın. Yer dəyişməyə görə orta sürət. Yer dəyişməyə görə orta sürət nəyə bərabərdir? Deməli, S yer dəyişmənin T zamanı olan nisbəti, düzdürmü? S ümumi böl T ümumi. Bunun üçün də nə edirik? S yer dəyişmə A-dan B-yə gələnə qədər. Nə qədərdir? R. 2 R qədər gəlir. Zamanında tapmalıyıq. Baxın, hər period 4-dür, düzdürmü? Onda hər bu dilimə nə qədər vaxt sərf olunacaq? 1 saniyə. Onda A-dan B-yə gələndə nə qədər vaxt keçir? 2 saniyə vaxt keçir. 2-ni vururam, radius 1, bölürəm 2-yə, cavab eləyir 1 metr, 7 olur variantı. Bax 8-ə. Maddi nöqtə çeviri üzrə bərabər sürətlə hərəkət edir. Periodun yarısına bərabər müddətdə bərabər müddətdə maddi nöqtənin yer dəyişməyə görə orta sürəti 12 metr bölünsün saniyə olmuşdur. Maddi nöqtə çeviri üzrə hansı sürətlə hərəkət etmişdir? Baxaq, sürətin belə bir düsturu var. V bərabərdir 2 pi r bölünsün t. Düzdürmü? Və orta sürətin düsturunu da yazsaq, S ümumi böl T ümumidir, düzdürmü? Çevrənin periodun yarısına bərabər müddət deyəndə, deməli, çevrənin yarısını gedib də, çevrənin yarısında, məsələn, yuxarıdakı məsələdə demişdik, nə qədər yol gedir? 2 r qədər yol gedir. Periodun yarısına bərabər zaman müddəti deyəndə də ki, T, kiçik T, böyük T böl 2-yə bərabər deyil. Onda T bölünsün, 2 yazıram, onda bu 2 yuxarı qalxacaq, olur 2R vur 2 böl T. Onda nə olacaq cavab? 4R bölünsün T. Aha. Orta sürəti verib. Nə qədər verib? Yer dəyişməyə görə orta sürət 12-dir. Onda mən R böl T-ni buradan tapıram. Neçə eləyir? R böl T olur 3. Tapdım. İndi gətirirəm, bu düsturda yerinə qoyuram. 2, P-nin yerinə 3. R bölünsün T də mənə 3'ü verir. 2 vur 3 vur 3. Bu da bizə verəcək 18 metr bölünmüş saniyəni B variantı. Sadəcə əvəzləməklə tapacağıq. Eyni radiusu çeviri üzrə hərəkət edən cisimlərdən birincisi 6 dövr etdikdə, ikincisi 4 dövr edir. Birinci cismin xətt sürətin, ikinci cismin xətt sürətin olan nisbəti V nəyə bərabərdir? 2 pi r n-ə. N-in yerinə nə yazırıq? Böyük n bölünsün t. Buradan görürük ki, V n-ə necə asılıdır? R sabit olanda düz asılıdır. Onda aralarındakı düz asılılığı yazırıq. V1-in V2-yə nisbəti N1-in N2-yə nisbətinə bərabərdir. N1 6, N2 4. 6-nı 4-ə böləndə də eləyir 1,5. Bu da B variantında verilib. Ona baxaq. Deməli, suala baxaq. Cismin radiusu 12 metr olan çeviri üzrə bərabər sürətli hərəkət edərək 3 saniyə ərzində A nöqtəsindən K nöqtəsinə gəlir. Radiusu verib 12 metrdir. A-dan K-ya gəlmə müddəti də 3 saniyə. Deməli, hər dilimə 1 saniyə vaxt sərf edib. Onda K-dan A-ya da 1 saniyə vaxt sərf edəcək. Bizim periodumuz nə qədər olacaq? 4 saniyə. Deməli, sürət tap. R verib, T-ni verib. Onda 2 pi R bölünsün T düsturundan istifadə edərək sürəti taparam. 2 vurulsun 3, vurulsun 12, periodumda 4. İxtisar getdi 3, 6, cavab eləyəcək 18 metr. Baxaq 11-ə. Sonuncu məsələmizə. Radiusu 12 metr olan çevrə üzrə bərabər sürətli hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 6 saniyə ərzində gəlir. Bax, radiusu verib 12 metrdir. A-dan B-yə 6 saniyə gəlib. Nə qədər dönüb? 120 dərəcə. Bunu da pi bölü 180-də vuranda cavab eləyir 3'də 2 pi. Aha. İndi cismin xətti sürətini tapın deyir. Məndən xətti sürəti soruşur. Onda bax, V bərabərdir omega r düsturundan istifadə edə bilərəm. Omeganın yerinə fi bölünsün, T vurulsun r. F-nin yerinə 2, P-nin yerinə 3 bölü 3. R-in yerinə 12, T-nin yerinə də 6. 2 vur 3, 6. Bu 6 ilə gedir. Qalır 12 bölünsünüz. Bu da mənə 4 metr bölü saniyəni verir. Bu qədər. Bəyəndinizsə videonu bəyənin. Like eləyin və kanala abunə olmağı